Salam aleykum əziz izləyicilər. Bu mənim gördüyünüz kimi studiya və game setupımdır. Belə bunu quraşdırarkən dedim ki, bu prosesi vlog şəklində sizlərlə paylaşım. Faydalanmaq istəyənlər də faydalanar. Mən burada bildiyim tərəflər də var, bilmədiyim tərəflər də olarsa sizlər də əlavə eləyə bilərsiniz. Yəni mən bildiyim qədərini danışacağam, göstərəcəm sizə, təqdim eləyəcəm. İnşallah ki, yəni orada səhvlərim olarsa siz də düzəldib köməklik eləyərsiniz. Təbii ki, bu işdə məndən də peşəkarlar var. Ancaq mənim də yəni bildiyim qədər ən çox yəni studiya sahəsidir. Oyun sahəsindən daha çox və yaxud kompüter sahəsindən daha çox anlayışı olanlar var. Amma mən bildiyim sahələr bu sahədir ən çox. Gördüyünüz kimi yəni bütün avadanlıqlar da buradadır, hamısı. İndi inşallah bunları yaxından sizə təqdim eləyəcəm. Bir-bir, yəni hansı avadanlıqlar var burada bizə lazım olan. Ondan sonra inşallah keçəcəyik bunların quraşdırılma prosesinə. İnşallah ki, hər şey ürəyimiz istəyən kimi olar. Hər şey yaxşı olar. Getdik. Bəli, əziz izləyicilər, burada Gigabit firmasının B760M DDR4 anakartı var. 14-cü nəslə qədər olan işləmcilər dəstəkləyir. Və Eaget firmasının 3200 MHz-lik DDR4 32 GB-lıq RAM-ı var. Və burada yenə Eaget firmasının 1 TB-lıq M2 SSD-si var. Burada belə bir LED işığı var. Dedim, alım o. Masanın arxasına quraşdırım, görüm necə görsənir. Və burada Radeon RX 580-in 8 GB 256 bit DDR5 ekran kartı var. Bir də onu demiş, bilmirəm videoda demişdim yoxsa yox. Bunu mən almamışam. Bunu mənə hədiyyə gəlib demək olar ki. Yəni pul ödəməmişəm, 0 manata gəlib. Yəni çox insan düşünər ki, niyə gedib bu video kartı almışsan? Bu köhnə versiyadır. Yəni bunu niyə almışsan? İndi bunu işlədən yoxdur falan filan. Yəni ona deyim ki, pul verməmişəm. Niyə də işlətməyim? Çünki mən elə bir sistem yığıram ki, inşallah gələcəkdə onu artıra bilim. Başqa video kartına əvəz eləyə bilim. Və burada GC Colon işləmci soyuducusu var. Üzərində dərəcəsini də göstərir. Və burada Rampage'in qulaqlıq stendi var. Gördüyünüz kimi. Və burada Rampage firmasının belə götürüm əlimə. Çox ağır bir şeydir. Rampage firmasının qulaqlıq, klaviatura, mouse və mousepad belə bir dəsti var. Və burada sonra bunu deyərəm, xırdalardan danışım. Və burada gördüyünüz kimi belə bir kabel uzadıcı var. Burada USB portlar da var, Type-C və USB portlar da var. Burada belə balaca bir əşyalarımız var, bunları da göstərim. Balaca qaqalarımıza həvəs edənlərə. Burada gördüyünüz kimi bu video kartının altına qoyulur. Amma mənim ekran kartım Radeon RX firmasıdır. Amma bu Nvidia-ndır. Burada qırğın düşəcək. Bu kabel toplamaq üçündür. Yəni yığılan, dağılan kabelləri yəni toplamaq üçündür bir yerə. Bu da ki masaya yapışdırırsan belə kabelləri vurmaq üçündür. Lazım olsa vuraram, olmasa yox. Deməli bu da case üçündür. Deməli, məndə masada yer olmadığı üçün mən case'i məcbur yerə qoymalı olacam. Onu da yəni burada döşəmənin üzərinə qoymaq istəmədim. Ona görə dedim ki, belə bir stand alım. İndi inşallah quraşdıranda görəcəksiniz, təkərlər də var. Üzərinə qoyursan ki, rahat nəfəs alsın. Həm də yer zat siləndə çəkib rahat silmək olur. Və burada danışmaq istədiyim sonuncu iki əşya qaldı. Deməli, MSI firmasının 200 Hz-lik monitoru var. Burada bəzi çox özəllikləri var. Kurvetdir həm də 30 inçdir. Yəni çox özəllikləri var. Belə girib özünüz araşdıra bilərsiniz. Burada modeli yazır zaten. Mən tam deyə bilmirəm ingiliscə, ona görə demirəm. Yəni gedib araşdıra bilərsiniz inşallah, baxa bilərsiniz. Mən çoxdan almışdım bunu. İndi tapmaq olmur bu monitorlardan. Həqiqətən mən baxmışam, görürəm ki, yəni stokda bitib. Və burada sonuncu danışmaq istədiyim Game Master'ın case'idir. Həqiqətən çox bəyənirəm bu case'i. Yəni ki, bundan daha yaxşılar da var. Ancaq yəni mən bəyəndiyim modda, inşallah gələcəkdə fikrimiz olsa dəyişərik. Və kompüter sahəsində danışdığım hissələr bitdi. Keçək inşallah studiya sahəsinə. Deməli,
Burada Behringer firmasının mikşeri var. Həm interfeysdir, həm səs kartı kimi, həm də mikşer kimi istifadə etmək olur. Amma passiv mikşer kimi istifadə etmək olur. Yəni aktiv mikşer deyil. Və burada deməli mikrofon üçün belə bir portable vocal botdur. Bu elə bir ki, yəni otağınızda boşluqlar çoxdursa, bunu quraşdırırsınız. Yəni o boşluqların ekonun belə deyək, el dili ilə desək, yəni ekonun qarşısını alır. Və burada Artisan K7 modeli var. Bu kolonkalar yəni ayrı, necə deyim, yəni normal kolonkalardan fərqi odur ki, bunlar ayrı-ayrı kanallardan işləyir. Onu da indi inşallah izah edəcəm sizə. Yəni bunu qoyaq yerinə. Və burada gördüyünüz kimi 2 ədəd belə bir kabelimiz var. Və burada da belə bir süngərlərimiz var. Yəni kolonkaların altına qoymaq üçündür. Və indi bunu sizə izah edəcəm. Deməli, burada 2 dənə kabel var, göy və qırmızı. Mikşerin main out çıxışı var. Sağ və sol kolonka. Məsələn, göy kabeli taxdım sağ çıxışa. Sağ çıxışdan gətirirəm, burada sağ kolonkaya taxıram. Və qırmızı kabeli sol çıxışa taxıram. Buradan da gətirib sol kolonkaya taxıram. Yəni ayrı-ayrı stereo səs verə bilən ayrı-ayrı kanalları idarə eləmək üçündür. Çox əla bir şeydir. Həqiqətən. Və burada süngərlərimiz var. Belə. Bunlar indi belə presləyiblər, ona görə belədir. Amma bu açılır, şişir belə. Bu inşallah divara vuranda görəcəksiniz. Bu onun üçündür. Süngərdir. Yəni ekonun qarşısını almaq üçündür. Və burada stendimiz var. Mikrofonumuzun stendidir. Və buradakı stend də, bu da stenddir. Bu da bu aparatın, mikşerin, Behringer'in mikşerinin stendidir. Və burada son danışmaq istədiyim mənim 2016-cı ildə istifadə etdiyim Focusrite firmasının belə bir dəstidir. Gördüyünüz kimi mikrofonu və səs kartısı burada və qulaqlığı burada. Mən 2016-cı ildən bunu istifadə edirəm. Və çox əla bir firmadır. Bu birinci nəsildir. İndi ikinci nəsil də çıxıb. Ancaq onun keyfiyyəti barədə bilmirəm. Mən bunun keyfiyyətini bilirəm. Çox əla bir şeydir. Həqiqətən bundan tapa bilirsiniz. Əgər, yəni bu belə deyim də çox bahalı bir şey də deyil. Çox ucuz da deyil, normaldır. Yəni belə indi hər kəsin büdcəsinə yox. Elə adam var deyir ki, məsələn bu çox bahadır mənim üçün. Ancaq yəni demək olar ki, ən ucuzlardan biri budur. Yəni alıb istifadə edə bilərsiniz. Ancaq mən daha necə deyim, başqa bir xüsusiyyətlərdən istifadə etmək üçün ona görə bu mikşeri almışam. Yəni həmin mikrofondan, həmin qulaqlıqdan istifadə edəcəm. Sadəcə mikşeri dəyişəcəm elə ki. Və o səs kartında başqa bir işlər üçün istifadə edəcəm. Və gördüyünüz kimi artıq yəni danışmaq istədiyim şeylər bura qədər idi. Danışdım hamısında bildiyim qədərilə. Bilmədiklərimi də əgər olsa, əlavələriniz olsa inşallah şərhlərdə, yəni yorumlarda yaza bilərsiniz. Öz fikrinizi, öz əlavələrinizi orada qeyd edə bilərsiniz. Keçən inşallah indi bunların quraşdırılma aşamasına bir yerdə sizlə quraşdıraq. Sizlə də bir yerdə bu setapa inşallah öz fikirlərimizi bildirərik. Görək necə olur. Bir də bir şeyi qeyd etmək istəyirəm. Bilmirəm, qeyd etmişdim, demişdim, yoxsa yox. Deməli, məndə 2 dənə detal çatmır. Burada o da işləmci ilə qida blokudur. Və mən işləmci inşallah Intel 14400F almaq istəyirəm. Və qida bloku da ki, ona uyğun bir şey, yəni bu sistemə uyğun bir şey. İnşallah onlar bəzi səbəblərə görə qalıb. İnşallah siz bu videonu zaten izləyəndə onlar hazır olacaq. İnşallah, çünki mən onu alacam, yəni yaxın zamanda, yaxın günlərdə alıb, yəni bu sistemə daxil edəcəm. İnşallah tam olaraq, yəni belə deyək də, full şəkildə sizə göstərəcəm inşallah. Getdi inşallah bu quraşdırmağa.
Gördüyünüz kimi içərisindən belə bir iki tərəfli yapışqan çıxır. Bunun hər dörd bir tərəfinə üçüncülərdən bunu yapışdıracağım ki, divara da yapışdıra bilim. Gördüyünüz kimi başlayırıq inşallah bunu yapışdırmağa. Yine bu qaydada devam edəcək inşallah. Və gördüyünüz kimi bu qaydada devam edirik süngərlərimizi yapışdırmağa. Yəni gördüyünüz kimi artıq tamamlamağa az qalıb. İnşallah çox qəşəng görsənir həqiqətən. Və bir də bir şey qeyd edim ki, yəni arxasındakı yapışqan iki tərəfli yapışqandır və aboya heç bir ziyanı yoxdur. Rahatçılıqla da sökə bilərsiniz. Onsuz da bu süngərdir, yəni masakadır. Yəni məsələn sökməkdə çətinlik çəksəz, başqa bir vasitə ilə falan istifadə edib arxasından yavaşca əmələ çəkib sökmək rahatdır. Yəni çətin bir şey yoxdur. Yəni aboyu zədələmədən sökmək mümkündür nə vaxtsa. Əziz izləyicilər, artıq az bir şey qalıb tamamlayırıq. İnşallah. Həqiqətən çox qəşəng görsənir. Özüm belə düzdüm ki, şahmat vari olsun, belə qəşəng, maraqlı bir bəzək alınsın. İnşallah indi tam hazır olandan sonra göstərəcəm, işıqları da qoşub. Onu da görəcəksiniz. Bunu yaxından görsədim sizə, belə yapışqandır. Yəni aboya ziyan verəcək bir yapışqan deyil. Yəni rahat şəkildə iki tərəflidir belə soyub yapışdıra bilirsiniz divara. Yəni gördüyünüz kimi əziz izləyicilər, çox qəşəng alındı həqiqətən. Axınız da üzərindən belə bastırıram ki, əlimlə. Daha doğrusu basıram ki, bunlar tam otursun yerinə. Birdən yapışqanları qopub eləyər. Qapsa da problem yoxdur, yenidən yapışdıracaq. Ancaq yenə də əlimlə kontrol edirəm. Bəli, gördüyünüz kimi bu qaydadadır. Həqiqətən çox qəşəng alındı. Özüm elə ölçdüm ki, elə ki, hər iki tərəfdən eyni məsafə qalsın. Çünki özüm simmetriya xəstəsiyəm, ona görə elə elədim ki, yəni hər bir tərəfdən eyni məsafə qalsın, tam mərkəzə düşsün. Bu qaydada keçək indi digər avadanlıqlarımızı, monitoru falan quraşdırmağa. Deməli bu lavaq istəndimizdir. Deməli, bu necə idi? Böyləydi bu. Deməli bu belə bir şeydir, lavaq istəndi. Artıq hazırdır. Deməli keçək rampecin bu setinə. Burada bizimle karşılayır. Gördüğünüz gibi burada klavyaturamız var. Ve burada mousepad'imiz var. Çok hayırlı gerçekten. Ve burada mouse'umuz var. Rampage'in bir sene koyu parçasına. Tabii ki burada lazım değil. Burada lazım olan esas mesele buradadır. Kulaklar. Evet, test edib yoxlamamışam tam olarak. Keyfiyyətini falan inşallah sizlərlə bir yerdə yoxlayacaq. Amma yəni belə kalitəsindən görürüm ki, çox keyfiyyətli bir şeydir. Qulağa ötürüşü falan rahatdır. Bir də belə bir şey deyim. Ümumiyyətlə qulaqlıqlarda belə bir şey var ki, yəni ilk dəfə qulağa taxanda rahat olur. Sonra biraz 10 dəqiqə, 20 dəqiqə oynadıqdan sonra bunun rahat olub olmamağını bilmək olur. İnşallah onları da test edib sizlərlə bir yerdə dəyərləndirəcəyik. Və növbədə monitorumuzdur. Ən sevdiyim. Bundan inşallah sizlə bir yerdə atacağıq. Təbii ki, belə çarpmaq olmaz. Bunu belə yerə yıxmaq məcburiyyətində olacam. Oy, super. Bunun içində nə qədər həngaməsi var. Bəli, gördüyünüz kimi qutusundan çıxdı. Bunun qutusunu qoyaq bir kənara, mane olmasın. Və
Burada bizi nələr qarşılayır? Çıxısı bilmirəm. Deməli, bir ədəd üzərində belə bir kabel var qoşmaq üçün. Çıxısı bu kabel bilmirəm. Ne üçündür? Bu HDMI kablosudur. Kabel yəni. Bu adı bilmirəm, amma bu bilirəm ki 200 Hz dəstəkləmək üçün məncə. Yəni tam görüntünü, tam herzi almaq üçün, tezliyi almaq üçün öz adapter çıxır. Gördüyünüz kimi. Belə bir ayaqlara çıxır. Arasından asılır bilmirəm. İlişib qalmışam, buradadır. Deməli, bunun stəndidir. Bunları bağlamaq üçün öz şutları çıxır. Bunu sökürük. Burada sənədlər falan var. O çox ağırdır. Bunun artıq çox ağırdır. Və burada stəndi və əsas bizim sevimli monitorumuz buradadır. Kənarlarından ehmalca tutub qaldırıram. Burada diqqətli olmaq lazımdır. Hər zaman monitoru götürəndə, çıxardanda alt hissəsindən tutmaq olmaz. Və bu şəkildə yatıracam. Belə. Və elə çıxardacam. Salaxam. Monitorumuz budur. Çox əladır həqiqətən. Qucağımda bunu belə körpə uşaq kimi saxlamışam. Və bunu eynən bu qabına qoyuram. Təkrarı. Çıxartdığım kimi bura qoyuram. Çünki niyə qoyuram? Çünki burada quraşdırılması daha məqsədə uyğundur. Nəinki yerdə. Və bunu sizlərlə bir yerdə bərkidəcəyik inşallah. Gördüyünüz kimi. Yəqin ki bu buranındır. Bu hissədə belə olacaq. Bu da həm də 2 dəfədir. Yəqin ki belə olacaq. İnşallah bunu sıxmağa çalışacağım. Sıxdı. Sıxdı. Çox sıxmaq istəmirəm. Artıq gördüyünüz kimi bu hazırdır. Belə stəndidir. İndi bura taxmaq aşamasına keçirik. Burada heç bir şurup falan, heç bir şey görmürəm. Yəqin ki bunlar tamam başqa bir şeydir. Ola bilər ki əlavə nəyinsə. Mən tam olaraq bilmədim, ona baxacağım inşallah. Yaxına çəkək, çox uzaqdan çəkək belə bir şey. Gördüyünüz kimi bu qaydada olur. Orada aşağısında belə bastırmalı bir şey var. Bunu basanda bu çıxır. Bu alt hissəsində. Gördüyünüz kimi yenidən taxıram. Və taxdım. Artıq monitorumuzu götürə bilərik. Çox ağırdır, həddindən artıq həqiqətən çox ağırdır. Və bunu belə aşağı yuxarı etmək mümkündür, mən bildiyim qədərinə. İstədiyiniz qaydada eləyə bilərsiniz bunu. Və belə, artıq monitorumuz da hazırdır. Bəli, içərisindən belə bir HDMI kabel çıxır. Mən HDMI kabelini yoxlayacaq bəlkə. İnşallah sonra da ödəyim. Adını bilmirəm, onlar yadımdan çıxıb, yəqin ki bilənlər bilir. Tamam, burada yazıb, adını yazıb onun. DP yazıb buna, DP kabeldir bu, hə. İndi mən ancaq bundan yoxlayacağım. Bismillah. Yaxına gəldə imkan varsa nə olar? Bəli, gördüyünüz kimi monitorumuz bu qaydadadır. Artıq mənim masamda yer qalmadı. Mənim masamı tutduruq. Bizə böyük masa lazımdır. Böyük bir masa lazımdır həqiqətən. Çox böyük bu. Bunu biraz divara sıxayım. Bu qaydadadır. Və keçək bizim kabel uzatıcımıza. Lazım ki gördüyünüz kimi çox keyfiyyətli bir şeydir, həqiqətən kabeli çox qalındır. Normal uzatıcılar kimi deyil. Bütün keyfiyyətindən bəllidir. Başlığı falan üzərində Type-C və USB portları var. Mən elə ki qoyuram burada qalsın. Və əziz izləyicilər, keçək studiya avadanlıqların qalanını quraşdırmağa. Belə, bunu bağlayacaq inşallah. Gördüyünüz kimi bu qaydada burada quraşdırmaq üçün sizə veriblər. Gördüyünüz kimi izləyicilər, bu belədir. Mikrofonumuzu öncədən taxaq. Mikrofonumuzu öncədən taxaq ki, sonra bizə maneçilik törətməsin. Bağlamaq çətinləşməsin. Və gördüyünüz kimi bu qaydada bərkitdim bunda və bunu hazırda bağlayacağım bura. Və gördüyünüz kimi bu qaydada buraya isə istədiyiniz məsafəyə çəkib irəli geri bərkidə bilərsiniz. Mən biraz bunu arxa hissədə qoyacağım belə.
Arkadakını da bərk kesdim. Bəs bunu geriyə çəksəm daha yaxşı olar deyə düşünürəm. Və tam sıxıb bərk kesməkdə əmin olandan sonra bunu artıq belə istədiyiniz qaydada yığa bilərsiniz. İstədiyiniz hündürlüyə də aşağı yuxarı rahat şəkildə edə bilərsiniz. Və bu qaydada. Bu qaydada olur. Buradan isə hündürlüyün özünüz tənzimləyə bilərsiniz mikrofonu. Bəli, bu artıq hazırdır. Tam olaraq hazırdır və bu hissələri bəzən videoda sürətləndirəcəm ki, yorucu olmasın sizlər üçün də. Və gördüyünüz kimi bu qaydadadır. Bunu artıq biraz aşağı salın və kənara qoyun. İşimizə davam edək. Növbəti avadanlıqları quraşdırmağı. Burada bir əlavəmiz də var. Pop filtrdə quraşdırın. Bu olmazsa olmazdır. Yəni bilənlər bilir. Çünki bu pop filtr partlayan hərflər var ki, P hərfi, S hərfi falan və digər hərflər var ki, onların qarşısını alır. Onun üçündür. O vacibdir. Və burada belə bir süngərimiz var. Bunu da taxa bilərik. Mikrofon qursun. Mən taxıram. Siz taxmaya bilərsiniz. O sizin tərzinizdir. Və burada qulaqlığımız var. Bunların hamısını da açıram. Açıb sərbəst şəkildə qoyacam. Bu hələ ki istifadə eləməyəcəm. Dediyim kimi mixerdən istifadə edəcəyik. Bunu da sadəcə göstərmişdim sizə. Bunu da bir kənara baxıram. Və burada 2 ədəd kabelimiz var. Sayıqlarından çıxardıram. Hazır qoyuram da. Burada kolonkaları, süngəri var. Və keçək oradakı kolonkamıza. Çox möhtəşəm bir kolonkadır həqiqətən. Mən sizə bəhs elədiyim mövzu buydu. Burada TRS girişləri var. Deməli, sağ və sol kolonka. Yəni stereo səs çıxışları. Yəni belə. Sizə bəhs elədiyim mövzu buydu. Və sizə ön tərəfini göstərdim. Orada AUX və monitor çıxışları var. Bu modu dəyişmək üçün və səsi azaldıb çoxaltmaq üçün. Bir dəfə basanda mod dəyişir, Bluetooth moduna keçir və bir dəfə də basdıqda qayıdır AUX çıxışdan falan. Belə. Və gördüyünüz kimi kolonkalarımız budur. Və bunları da bura qoyacam. Yerləşmir. Təbii ki, bunu qaydasına salacaq. Sadəcə göstərmək məqsədilə qoyuram. Bunları elə ki götürək. Çox vacib deyil. Əsas kolonkalarımızı quraşdıraq. Yenə yer var, yenə çəkə bilərəm. Gördüyünüz kimi bu şəkildə kolonkanı quraşdırdıq və bunun arxasındakı kabeli də açıram. Digər tərəfə qoşmaq üçün. Və bu qaydada. Və keçirik ən son mikserimizə. Və gördüyünüz kimi mikserimizi qutusundan çıxartdıq və mikserimiz budur. Çox əla bir şeydir həqiqətən. Özüm atıb yoxlamışam. Təbii ki, yoxlamasam olmaz. Və burada bir ədəd interfeys kabeli var. Özünün interfeys kabeli var. Və burada güc qaynağına qoşmaq üçün belə bir başlıqlı kabel var. Sadəcə məndə bu kabelin bunun başlığından olmadığı üçün mən özümdə kabel var, ondan istifadə edəcəyim müvəqqəti. Keçirik əsas məsələ. Mikserimizi nəyin üzərinə qoyacaq? Standın üzərinə. Standın üzərində. Bağlantı etmək üçün. Üstündə gedir. Şimdi burada belə bir şey var. Bilmirəm nədir bu, dartırsan aralanır belə. Və bu belə olacaq deməli. Sonra onu bir kənara qoyuram. Burada da belə bir şey var. Deməli burada əsas məsələ odur ki, bunlar burada bağlanacaq. Bunun bağlantısını edib. Bunlar belə olmalıdır. Mən bildiyim qədərilə bu aşağı hissədə bunlar olmalıdır. Böyüklər. Yuxarı hissədə balacalar olmalıdır deyəsən. Belə bir şey bağlanmalıdır. Bəli, gördüyünüz kimi artıq standımız hazırdır. Sadəcə bu qalıb. Bunu da bağlayaq inşallah. Bir də bu qalıb. Bunları bağlayandan sonra artıq tamamdır demək olar ki. Yandı.
Gördüyünüz kimi artıq mikserimiz də hazırdır və kabellərimizi də quraşdıracağıq inşallah. Qırmızı kabeli mən sol çıxışa qoşuram. Şimdi bu qaydada və göydə sağ çıxışa qoşacağım. Gördüyünüz kimi bu qaydada. Və artıq demək olar ki, işimiz tamamdır. Və bunu da qalınqanın sağ tərəfinə qoşacağım. Göyü sağ qalınqaya qoşacağım. Və bunu da sol tərəfə qoşacağım. Bunu göstərməmişdim sizə, kalınkanın içərisindən çıxmışdı. Belə bir USB kabeldir. Belə bir kabel var. Kalınkadan birbaşa kompüterə qoşmaq üçündür. İşte çıxmaq istəmir. Işıq qalıb orada. Belə bir AUX kabel var. Gördüyünüz kimi qaydadadır. Dedim bunu da göstərim sizə. Birdən kalınka falan, bu kalınkadan almaq istəsəz gedin alın. Və mikserimizin interface kabelin arxasına qoşuram. Gördüyünüz kimi bu da hazırdır və bir də qida blokan kabeli qaldı. Bunu da qoşacağım mikserin arxasına. Artıq hazırdır. Və bu qədər artıq hazırdır. Və mouse'umuzun da bu qaydadadır. İnşallah davamı case'imiz yığılandan sonra bütün videonu birləşdirəcəm və sizə təqdim edəcəm. Yəni gördüyünüz kimi hal-hazırda bu qaydadadır. Studiyamız, qulağımız bu olacaq. İnşallah bunu istifadə edəcəyik burada. Bunu hələ ki bura taxmaq istəyirəm. Burada qalsın. Bura taxaq, burada qalsın. Və belə. Bunu da mikserimizə qoşuruq. Və videomuzu artıq demək olar ki tamamlayırıq. Burada qalsın. Və beləcə işimiz tamamlandı demək olar ki. Bunu da deməli. Və budur. Demək olar ki studiyamız artıq hazırdır. Gördüyünüz kimi hər bir şey artıq yerli yerindədir. Ümid edirəm ki bu vlogu bəyənmisiniz. Ürəyivicə olub. İnşallah bizim üçün də arzusunda olanlar üçün də düşərli olar. Onlar da nəsib olar. Və gördüyünüz kimi bu qaydada həqiqətən mən çox bəyəndim. Yəni, bəzi işlərimiz qalıb, dediyim kimi case işi qalıb ki, onun içərisi tamamlanmalıdır, yığılmalıdır. İnşallah o da yığılandan sonra bu videonu birləşdirəcəm və paylaşacağım. Bəli, gördüyünüz kimi studiya artıq bu qaydadadır. İndi inşallah keçək case'imizi sizə təqdim edeyim. Əvvəl açıb baxmışdım özüm. Çünki görüm qırığı falan yoxdur onun. Həm də ümumiyyətlə görmək istəmişdim. Qablaşdırma yaxşıdır, xoşuma gəlmişdi. Gördüyünüz kimi case bu qaydadadır. Kutusundan çıxardaq. Bunları kənara qoyaq. Kənarda qalsın. Aşağıdan çək. Bəli, gördüyünüz kimi case bu qaydadadır. Arxada bir ədəd fan var. Ön tərəfdə bir ədəd, 3 ədəd fan var. İndi əgər gələcəyinə lazım olsa, üst tərəfdə fan yoxdur. Əgər soyutma sistemi zəif olsa yuxarıya da fan qoyacaq inşallah. Ancaq yəni case bu qaydadadır. RGB'dir, yəni işıqları var. Burada idarə etmək üçün pultu falan var. İnşallah keçəcək case'in quraşdırılmasına, bütün detallarını yığacağım içərisinə. Ondan sonra inşallah sizə təqdim edəcəm case'i.
Və gördüyünüz kimi əziz izləyicilər, sistem bu qaydadadır. Artıq hər şeyi tamamladıq. İndi inşallah Gigabyte-ın BIOS-unu da düzəldəcəm. Ondan sonra inşallah tam olaraq yəni sonlanmış videonu sizə göstərəcəm. Case'imiz də bu qaydadadır. İlk dəfə idi həqiqətən case yığırdım. Yəni bu tip case yığırdım. Həddindən artıq məni yordu. Bundan əvvəl normal case'lər yığmışdım. Onlar ancaq köhnə nəsil idi deyə məni bu qədər yormamışdı. Ancaq bu çox yordu mənə həqiqətən. Amma dəydi yəni. Həm də nəyisə öyrənmiş oldum. Deməli, əziz izləyicilər, gördüyünüz kimi artıq studiyanın tam şəkli, yəni tam hazır şəkli bu qaydadadır. Bir də bunlar sizə deməmişdim. Bunları da sonradan əlavə elədim. Bu kolonkaları məndə var idi. Bunları da əlavə elədim. Sadəcə videoda əlavə eləməmişdim. Və bir də yaxına gəlin. Bunun üzərində salafan var. Dedim, bunu da soyum. Əziz izləyicilər, bunu da danışmamışdım sizə. Deməli, case RGB-dir, gördüyünüz kimi. İstədiyiniz rəngi də qoya bilirsiniz. Yəni, bu qaydadadır. Yəni, istəsəz də belə qoyursunuz, yəni bu qaydada işıqlar dövr edir. Videonu bura qədər izlədinizsə, kanala abunə olmağı, videonu bəyənməyi, paylaşmağı unutmayın. İnşallah növbəti videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın.